Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Münasibətdə üç şey olmamalı və üç şey olmalıdır. Birincisi, olmaması lazım olan şeylər. Belə ki, birinin varlığı sizin azadlığınızı məhdudlaşdırmamalı və yaxud da tam əlinizdən almamalı və siz şəxsiyyət olaraq alçalmamalı, yavaş-yavaş özünüzü itirməməlisiniz. Sevgisi isə bir mənalı olaraq sizi aslı vəziyyətə gətirməməlidir. Qayğısı isə bir tələb halında olmamalı və sizi dəyərsiz hiss etdirməməlidir. Sizi özünüzə günahkar hiss etdirərək. Həlli yolu nədir? Birinin varlığı sizə mütləq azadlıq verir. Birinin sevgisi sizə həyat sevinci verir. Birinin qayğısı isə sizi özünüzə dəyərli hiss etdirir. Diqqətinizə görə minnətdaram. Sağ olun.